girişmişəm Şahin. Maşın alıb satmaq işinə girişmişəm. Amma sən zaten bu tıxaclar olmayad. Allah bezdirir adamı. Əjdər dayı, səndən danışırsan. Heç tıxacsız həyat olar. Bir tərəfdən cəmaət qışqırır, bir tərəfdən siqnal səsləri. Hamı əsəbləşir, hamının beyni çönür, ləzzət eləyir adama, ləzzət eləyir. Oğlum, sən başın xarabdır. Bir dənə qulağa Əjdər dayı. Təsəvvür elə saxlayırsan düz yolun ortasında. Düzdür? Arxadan bir nəfər siqnal verir, başını çıxardır, ay heyvan sür də, sən də deyirsən sürmürəm. Başa düşdün, əl çək məndən, sürmürəm. Düzdür? Bu da əsəbləşir, düşür gəlir sənin yanına. Çəkir belə pəncərədən çıxardır səni, uzadır asfalta, tap-tap, təpi ilə, yumruqla, şillə ilə. Ağzım sulandı. Oğlum, sən dəli olmuşsan, Vay, Əjdər kişi, xoş gəlmişsən. Xoş gördük. Vay, xoşbəxt müəllim. Axır ki, bir ağıllı adam gəldi. Abalam, gəl çıx da. Yoxsa bu Şahin, bu tıxaclarla mənim başımla xarab elədi. Ölürəm də bu tıxaclardan ötürü də. Evdən saat 4-də çıxmışam. Şəhərdə bir gözəl tıxac var idi ki, elə bil ki, qızıl güllərdir, bax belə cərgə ilə düzülür. Qızıl gül özü üstündə tikanlar. Bir tərəfdə qıpqırmızı pomidor lalələr, o bir tərəfdə bənövşələr. Maşınlardan gələn siqnal səsləri sanki insanı təbiətin qoynuna çağırırdı. Elə bil ki, o yandan inəklərin böğürtüsü, bu yandan quzuların mələşməsi, bu yandan itlərin hürüşməsi, o tərəfdən baş çuvanın ələskəri çağırması. Ana ələskər! Adama ləzzət edirdi. Adam özünü elə xoşbəxt sayırdı ki, mənsə maşında əyləşib, yavaş-yavaş, aramla bu tıxacın dağılmasını gözləyirdim. Amma heç istəmirdim ki, bu gözəllik beləcə tez dağılsın, başa çatsın. Maşınlar yavaş-yavaş irəlilədikcə, mənsə radionu 87.5-ə kökləyib, ətrafındakı o maşınlardan gələn o musiqi səslərinə, mahnı səslərinə qulaq asırdı. Deyirəm, insanlar necə də xoşbəxt mahnılara qulaq asırlar. O həməm günümə güzaranma baxır. Bala, bu nədir? Yo, deyəsən mən yat falan etə düşünmüşəm. Я интигам, ты кто такой? Я ихтирам, ты кто такой? Я интигам, ты кто такой? Я ихтирам, ты кто такой? Давай, собака, вон пошел, свой место нашел. Вот пришел, медведь ушел, это лес нашей дорогой. Xatırladaq ki, bu meyxana internetdə ən çox izlənilən meyxana videosudur. Bəlkə mən də meyxana deyim. Yox, mami qısqanar. El eləyərəm ki, məni görməz. Bax, indi rahat oldum. Bəlkə klip də çəkdirək. Hətta bu klipi Rami müəllim çəksin. Ya, Rami müəllimin başı seriala qarışıb. Biraz da böyük kişi müəllim gəlməlidir. Ən yaxşısı məsləhəti mən ondan alım. Qəşəng, mənə çağırmısan? Başa düşmədim. Adımı siz qoymuşsunuz? Hə, o vaxt atan sənin adını qoyanda məndən məsləhət aldı. Demək olar ki, sənin adını mən qoymuşam. Nəysə, adımı siz qoya bilərsiniz. Amma burada ofisdə mənə Qəşəng xanım deyin. Sizi çağırmışam ki, məsləhət alım. Düşünürəm bir yerdə meyxana deyəcəyik. Nə danışırsınız? Yox, bu ola bilməz. Bura ciddi iş yeridir. Burada nə meyxana? Yox. Heç vaxt ola bilməz. Əjdər dayı, gəl belə eləyək. Sən birinci maşını mənə sat. Mən də aparım, dərədən aşırdım. Şahin, səndən artıq dərəcədə xahiş edirəm. Sən də Dilbər xanım kimi mənim əlimə götürdüyüm işin üstünə nifrinliyi tökmə. Bax ki, bir səbrin olsun da. Qoy bu Almaniyadan maşın gətizdirim. Heç olmasa burada bir maşın alım satım, ondan sonra nifrinliyi tökmə. Onda belə eləyək. Siz məni bağlayırsınız maşının dalına, bütün şəhərdə sürüyürsünüz. Mən də şəhərin toz torpağını yığıram üstümə. Valla, sən xatı məndən uzaq elə ginən. O da səndən qan iyi, kəlli qan iyi. Doğrudan? Oyda, mən də deyirəm bu gözəl ətri kim vurub? O qan iyi deyil. Bu gözəl meyvələrin qarışığından əmələ gələn gözəl bir ətirli aramadır. Yaxşı, demək belə, siz məndən maşın almaq istəyirsiniz, hə? Əziz dost, əgər bu maşın gözəl güllərlə, çiçəklərlə bəzənibsə,
niyə də bunu almayım? Əjdər, əgər sizdə xarab olan, adamı yarı yolda qoyan, yanacağı tez qutaran maşın varsa, mənlik. Bir dəqiqə sakit olun. Sizdən maşın alan olmaz. Yaxşısı budur, siz mənə kömək eləyin. Mən reklam şüarımı fikirləşim. Mənim kimi məşhur maşın satıcısının sizin kimi alıcılara ehtiyacı yoxdur. Vəssalam. Artıq söhbətə ehtiyac yox. Darlıq. Hə Şəfiqə. Qəşəng xanım deyir ki, gəl bir yerdə meyxana deyək. Mən də bayaqdan gülürəm. Niyə gülürsən ki? Çəkdir, mənə nişanlıza hədiyyə elə də. Sənə hədiyyə eləyim? Hə, bundan gözəl hədiyyə olar. Ha, yaxşı. Bir şey fikirləşərəm. Sağ ol. Qəşəng xanım. Qəşəng xanım. Deyirəm, bəlkə meyxana deməyək. Siz mənim sözümə qarşı söz deyirsiniz. Yox, deyirəm, xırda meyxana deməyək də, ona klip çəkək. Doğrudan? Hə. Əla, çox xoşuma gəldi. Çəkirik. Nə desəz baş üstə, səssiz səmirsiz. Yollarına güldüzüm, mənim gönlüm gündüzüm, sənsiz mən necə dözüm. Nə var sana? Görmürsən yerə kələm səpirəm? Ha, bildimi mən ona çoxundur demədim. Deyərəm, nə yaşa səpirsən? Ay, eşitməyibsən? Bir mahnı var, deyir, yollarına güldüzüm, mənim günüm gündüzüm. İndi sevgilim gələcək, romantik olsun deyə onun yollarına gül səpirəm. Rako, üzr istəyirəm, sən eşitmə sistemində problem var. Ha, orada deyir ki, yolları vay güldüzüm, bu kələm deyir. Ay, nə fərqi var? Gül kələmi ya da gül. Fərqi nədir ki? Gül tapamadım, getdim, kələm aldım da. Mahnını dəyişərəm. Yollarına gül kələmi düzüm, mənim günüm gündüzüm, əlimə aldım gül kələmi düzüm, sevgilimin yollarına. Nətər romantik də. Belə adamı sevməmək olar, hə? Ay, sağ ol, qadan qalım, şöhdəldir. Ay, səndən yoxdur, ana. Məndən yoxdur. Məndən yoxdursa, mən nətər buradayım, hə? Varamsa, Rakib niyə dedi səndən yoxdur? Bəlkə mənə elə gəlir ki, məndən var. Varam da belə söhbətlərə. Hə, ola bilsin ki, bəzi söhbətlərə varam, bəzilərinə yoxam. Yox lan. Ay, mən başlayayım. İndi sevgilim gələcək, qoy romantikanı görsün. Mən çıxım, havam dəyişim gəldim. Ay, Potabaşı görəndə mən əsəbləşirəm ya. Keş kimsə mənə də potabaş deyəydi. Sən öz adın var da. Nə? Səydəş. Məndən sən? Yaxşı ki, məndən sən. Elə bildim, məndən başqa da Səydəş var. Nə yaxşı yoxdur, hə? Mənim adım bilirsən nədir? Ələndar. Yox, bədbax. Niyə? Niyə? Mən bədbax nağarıma. Bir tərəfdə Rako, gül kələm yiyir. Bu tərəfdə Səydəş gec-gec danışır. Mən nağarıma, mən nətər eləyim ki, Rako ilə çıxıb getsin. Hər gün sevincin gözündə yaxşı görsənmək üçün 1000 dənə ideya əl atır. Qızların da romantikadan xoşu gəlir də. Nəsə fikirləşmək lazımdır. Əzər dayı, bax belə bir reklam fikirləşək. İnsanın ürəyi var, maşının motoru. İnsanın gözü var, maşının faraları. İnsanın mədəsi var, maşının yanacaq çəni. İnsanın ayaqları var, maşının təkəri. Əla. Ay, sağ ol. Dəlidən doğru xəbər. Ada, bunu ilə reklam eləmək olar. Sakit olun, özüm bir şey fikirləşəcəm indi. Əjdər dayı, fikrinizi mənə cəmləyin. Bax, şuarımız belə olsun. Məsələn, mən istəyirəm qəzaya düşəm. Düzdür? Faralarım qırılsın, motorum stuk vursun, yanacaq çənimdə alışma olsun, təkərlərim partlasın. Mənim günümə güzaranıma baxın. Əjdər dayı, bir dəfə. Danışma. Sən danışma. Sən danışma. Danışma. Mənə bax, xoşbəxt.
Deyirəm bəlkə şüarımız belə olsun. Əzilməyən, dağılmayan maşınlar bizdə. Əjdər kişi, mən elə gəl belə yaxşıdır. Məncə belə olsa yaxşıdır. Əziləndə də, dağılanda da Nazla, Qəmzə ilə əzilən maşınlar yalnız və yalnız bizdə. Yox, belə də olmaz. Onda belə olsun. Maşınınızın əzilməyi sizin də xoşunuza gələcək. Özünüzü o qədər xoşbəxt hiss eləyəcəksiniz ki. Xoşbəxt müəllim, bir dəqiqə xahiş edirəm, bir dəqiqə. Mən görürəm ki, mən yat planetə gəlib düşmüşəm. Odur ki, mən qaydıram yer kürrəsinə. Birbaş Şirxanın yanına. Mənə kömək eləsə, ancaq Şirxan kömək eləyəcək. Əzəz bir dəqiqə qulaq. Yox. Olmaz. Əzəz xahiş edirəm. Bir dəqiqə. Sən mənə qulaq as əvvəlcə. Sonra sən narahat olma. Mən yer kürrəsinə çatan kimi Lətifdən xahiş eləyəcəm, gəlib səni aparıb o psixiatra göstərsin. Arxayın. Tardıq. Əjdər kişi. Tardıq. Əjdər kişi. Nə olsun ki, mən atamın gül balasıyam. Bugünə qədər nə eləmişəm, hamısını özüm eləmişəm. Bir dənə maşınımı, evimi, telefonumu, paltarlarımı, çantalarımı, yəni bunların hamısını bu şirkəti atam eləyib, amma qalan hamısını özüm eləmişəm. Qəşəng xanım, siz necə də təvazükarsınız? Bəli, mən eləyəm. Qəşəng xanım, bizi bura nə işə yığmışsınız? Bura yığmağıma səbəb şirkətimizlə bağlı meyxana klip çəkmək istəyirəm. Nə? İş vaxtı? Bunun özü də şirkətimizin işidir. Başa düşmədim. Qəşəng xanım, necə yəni şirkətimizin işidir? Siz mənə güvənmirsiniz. Mən bir qəşəng xanım olaraq şirkətimizi tanıtmaq üçün klip çəkdirəm. Həm də meyxana klipi. Yox, qəşəng xanım, yox. Olmaz. Bu bizim şirkətimizə tamam yan bir işdir. Ola bilməz. Yox. Gülnara xanım. Qəşəng xanım, mən üzr istəyirəm. Mən bir anlıq unutdum ki, siz bizim müdürümüzsünüz. Siz necə dediniz? Meyxana klipi? Mən bu dəqiqə səhvimi düzəldərəm. Deməli belə, meyxana çox populyar növdür. Klip də çox populyar növdür. Biz bunların hər ikisinin populyarlığını birləşdirsək, necə ki, inşaat sektorunda irəli getmişik, reklam sektorunda da irəli gedə bilərik. Düzdür, Qəşəng xanım. Qəşəng xanım. Belə bir ideya yalnız sizin kimi ağıllı bir insanın ağlına gələ bilərdi. Düzdür, elədir ki var. Ay sağ ol. Yeməyə deyin görüm, o boyda klipi siz tək çəkəsiniz, ha? Təşriyəm, mənlə bir yerdə. Düzdür, düzdür. İki peşəkar insanın bir yerdə olmağı gözəl işlə nəticələnir. Elədir ki var da, nə? Belə iş sonra kim olacaq, Kimsə fərqli bir adam olmalıdır. Burada kimsə dovşan tutur? Yox, nə dovşan? Bir dənə ayı var idi. O çalışırdı ki, romantik görünsün. Ayı da ayı. Biz aramızdır. Ayı hara, romantik hara. Əlindəki nədir? Armud bir də bal. Armud, bal? Yəni o apar bir rakolya da. Yəni apar bir ayıya yesin, geçsin qış yuxusuna. Canın çıxmasın Rakif, indi mən bunları necə yığacağam? Canı çıxsın sən istəməyən. Sonra marçıllalarsan ağzı. Deməli, sevinc işləməyi sevir, düzdür? Onda mı işləməyə qoymayan sevgilisi olsa, onlar nifrət edər, hə? Kaş mən də işləməyə qoymayan bir sevgilim olaydım. Və tökülü belə qızlar. Gül kələmdir o, qız deyil o. Sahib, gəl bilirləyək. Gəl Rakoya denən ki, sevinci işləməyə qoymasın. Rakifə? Mən də bütün rakifləri hardan tapım deyim, çətin iş oldu bu. Mən bayaq düz dedim, mən bədbax adamım. Gör mən kimə nə deyirəm, ya mən? Kimə deyirsən?
Başqa Səidəşə, heç kimə, başqa adama, yox. Sən də səydəysən, burada bizdən başqa adam var. Bir də ki, sən niyə mənə heç nə demirsən, Səidəş, gəl amı. Mı ye. Xırçınlad ye, mənə qulaq as. Sakit, yaxşı? Aslan müəllim, çay içirsiniz? İçmirəm. Nişanlınla içərsən. Yemək də istəmirsiniz? Elə onunla nişanlınla yeyərsən. Hə? Onda gedib yeyib gəlim, yaxşı? Otur oturduğun yerdə. Bəs Nə bəs? Bizim vaxtımızda mən nişanlı olanda hələ oğlan canımla atamın üzünə baxmağa utanırdım. İndiki gənclərə məhəttəl olmuyor. Az qalır ki, atasıyla oturub nişanlısından danışsın. Lazım deyil. Mən özüm çay süzüb, özüm də içə bilirəm. Stəkanlar hardadır? şkafda, mən özüm... Otur. Nişanlın üçün durarsan ayağa. Bu nə deməkdir? Bir dənə işçi yox, səndən başqa. Ay Şirxan müəllim, siz hər dəfə bu sözü mənə deyirsiniz. Bir dənə işçiniz var, o da mənəm. Gözünüzü açıb hər dəfə məni görürsünüz. Mənə dəxli var. Sən özün 5 nəfərin işini görməlisən. Onlar gəlmir, sən işə gəlməlisən. Bax, aç qulağını yaxşı-yaxşı eşit. Sabahdan işə çıxmayanım 5 manat maaşından kəsəcəm. Ya sursan? Belə zaqruska vermişəm. Loading gedir. O. Ay salam məleyki. Hoş gəlmisiniz ay Əjdər dayı. Xoş gününüz olsun. Oo, kimlər görürəm? Salam, privet, hello, hi, zdrastik, xoş gəlmisiniz, səfa gətirmisiniz. Həmişə siz gələsiniz. Qədəmləriniz mübarək, yürüsünüzə xoş günlər, aylar, illər, fəsillər, əsrlər, saatlar, saniyələr, dəqiqələr, içində 24 saat olan sutkalar. Nəfəsim kəsildi da. Xət keş bir pauza ver da. Ayıb da axı. Şirxan müəllim, xət keş yox, xət keş. Şirxan, sən təcili sürətdə bu uşağı bir yaxşı həkimə göstər. Oğlum, mən onsuzca başqa planetdən gəlmişəm. Sən də biraz başımı şişirdməklə. O internetə bax gör orada ucuz alıb üstünə biraz pul qoyub satmaq üçün maşınlar var ya yox. Ay Əjdər dayı, nə məsələdir? Buyur, Şirxan xəbərin yoxdur. Hə, axır ki, çox axtarışlardan sonra Əjdər özünün əsl işini tapdı. Abala, sən otur yaz, bax gör nə var nə yox. Bir dəqiqə deyənin geri ver, Əjdər dayı. Sən qurban olaram. Gedirim başını oynamağa. Qalk giderdə. Bax, sonra demək, pul işləmir, düyməsi xarabdır. Hamısını təzə düzəltdirmişəm. Ay Şirxan, mən oyun oynamağa vaxtım yoxdur. Başım sənədlərə qarşı. Başa düşdün? Tələsmə də, üçümüz yaxşı pul qazanarıq. O Quş adasında bir dənə villa alarıq. Oturub orada nə qədər düşən oynayarıq. Doğru da. İndi dur, yeri ver buna. Qoy baxsın görək orada nə var yox. Dur. Keç abala, keç otur. Bəlkə James Cameron'a çəkdirək. Ay yox, o uzaqdır. Salam əleykum. Salam. Deyirəm siz də ha bu forçuşka ora. O forçuşkaya nə deyirsiniz? Nəfəslik də nə? Ay sağ ol. Deyirəm o nəfəslikdə nə qoyduranda. Ay ki. Onun adı nəfəslikdir. Güləndam elə sadəcə elə deyir. O nə deyir ki o deyir deyir dənə. Ha dənə ha. Ha deyirəm siz o nəfəsliyi ora qoyduranda ha bunu elə qoydurardınız ki bu içəriyə açılsın da. Mən də çıxmışam. Nətər kölə açıldısa az qalsın yıxılım. Yoldaş, mənə elə gəlir içəri girmək üçün qapı var. Ha sən də o qapıdan gir, mən də. Daha nə oldu onunla malət deməzlər ki. Mən özüm fərqli adamam. Ona görə də fərqli yerlərdən gələm, bilə ha. Fərqli? Tapdım. Bizim klipi siz çəkəcəksiniz. O? Biz? Mən ha? Mən niyə çəkməliyəm ki? Çünki siz bu işdə təcrübəlisiniz. Əvvəllər belə kliplər çəkib internetə qoyursunuz. Eşitdiyimə görə də siz bir megastarsınız. Seriallara da çəkilmişsiniz. Nə? Yox, mən. Tanıdınız ha? Axır ki tanıdınız ha? Özüm istəyirdim, gizlədim, heç kim bilməsin, amma tanıdınız. Daha mənim sözüm yoxdur, bir söz nə dəli oldu. Gündən bir günü, abi serial çəkilirdi,
Mən də dayanmışdım, belə bir küşdə dayanmışdım da, özümü çox gözə soxmurdum da. Rejissor belə qaça-qaça gəldi üstümə mədə, zay! Çəkil qırağa! Mən də çəkildim qırağa. Sonra rejissor orada, ha o başa qışqır ki, çəkildi! Oradan da dedilər, ha çəkildi! Yəni ki, həmlə, yəni mən başladım çəkilməyə da. Ondan sonra hər gün səhər yuxudan duranda 2 dəfə çəkiyinəm turnusda. Ha, ondan sonra nə qaram? Ha, bu kölə çıxmıram. Ha, bu cəmaatdan çəkiyinəm, o özümdən asıdı öyle da. Sonra mən işə gələndə özümü gəlib tərəzinin üstə çıxıb çəkdirəm orada da çəkiyinəm. Ondan sonra o tərəzdə çəkən kişi bir gün qayıtdı ki, ən asan mən sən çəkirəm ha burada. Demə dayı, niyə? Mənə deyəcək, 200 qram arıqlamısan, indi də onun dərdini çəkirəm. Görsəz nə qədər şey çəkirəm, mən həblə, ha bu işlərə görə çox təcrübəliyəm. Problem də öyle, o problemə nə deyirsiniz? Problem. Ha, ondan yoxdur. Sədər, başa düşdün? Onu başa düşdüm, amma kimə deyəcəyimi başa düşmədim. Əsas o başa düşməlisən də. Rakibə deyəsən. Rakib deyər, Onu da başa düşdüm, Rakibə deyəcəm. Nə deyəcəyimi başa düşmədim. Rakibə deyəsən ki, əgər sevinci sevirsənsə, o işləməyə qoyma. Mən sevinci sevmirəm. Mən nə səhv eləmişəm ha? Səhv eləmişsən sən. Mən nə qələt eləmişəm? Onu da eləmişsən. Gedim, gedirəm ha. Bax, gedirəm. Bax, bir də fikirləş. Yaxşı, gedirəm. Rakib, sənə bir dənə söz demək istəyirəm. Eşitləmə qaqa. Kimi? O sən ona, ön yıxması gəl, mənə demədim ki, sən söz demək istəyirəm. Hən? O həd ona. Hə, yadıma düşdü. Sən sevincin işləməyinə necə baxırsan? Belə baxırsan? Vay, sənin başın xarabdır. Vay, sən nə danışırsan? Vay, sən xaşmamı alaram. Sıxaram limon kimi suyun çıxar, cicəklərin çıxar, başa düşdün? Əlini çəkər. O limonlu suyla bir damcı içmək olar. Sözünü deyil. Hə, yaxşı baxmağına sevindim. Ələmdarla mən də yaxşı baxırıq sevincin işləməyinə. Qadın alma bağışlama sən səhv başa düşmüşdüm. Sahib o qaqa, üz istəyirəm ay səndən. Qadın alaram səni. İşlər düzəldi, oldu bedahat. Ələmdar, ged rahat, yat. Gördün Aslanla bir-birlərinə necə baxırdılar? Nə olsun ki? Fərhad, sən necə rahat adamsan? Düz deyirsən. Mən çox rahat adamam. Dəri oturacaqlar, 6 dənə airbag, şüşə qaldıran, 500 at gücü. Ona görə minmisən də təpəmə. Bax, o birilərini bilmirəm. Səndə 100% 500 at gücü var. Deyirəm, bəlkə onları tanış eləyək, hə? Qız yaxşı qızdır, aslana layiqdir. Qız, qızıl kimi qızdır. Oğlana nə olub, aslan kimi aslandı. Evlənərlər, bir dənə də uşaqları olar, adını da qoyarıq Qızıl Aslan. Deməli, sən razısan? Razıyam, Mətiş, razıyam. Amma gərək Aslan da buna razılıq versin də. Fərhad, çox xahiş edirəm səndən, nə olur, mənə Mətiş demə də. Gül kimi qızdır, Aslan nə deyəcək? Hə, sən oğlanı razı sal, mən də qızı. Çalışaram da, görək. Abala, oxu görək nə maşın istəyirlər. Baş üstə. Mənə iri köhnə olan, çox pis vəziyyətdə olan, bir günlük ömrü olan maşın lazımdır. Dərdi ki, belə də maşın olur. İmkan verin, axıra kim oxuyum da? Özüm üçün yox, qaynanam üçün istəyirəm. Ağın dağılsın, mərdim azar, dağılsın tıfağın. Ada, harada bu ağılsızlar var gəlib mənə tapırlar da. Oxu görək sonra nə yazılır? Baş üstə. Mənə divara dayan kimi əzilən, cilik-cilik olan, qəzərə düşənə sağ-salamat olmayan maşın lazımdır. İmza Şahin. Mən gülmə güzaranma bax da, bu xəstə gəlib məni burada da tapır. Əjdər dayı, nə istəyən səni? Gəlin gedək maşın bazarına. Orada nə istəyən maşın oldu? Ada, ay mən... Şirxan, mənim ağzımı niyə açırsan? Ay, niyə savadsız danışırsan? Maşın bazarına, gərək bazar günü səhər tezdən gedəsən. Başa düşdün?
Onda maşın ucuz olur. Əjdər dayı, çox gözəl, yaxşı başa düşürəm. Yaxşı satıcının yaxşı alıcısı olur, hər dəfə də maşın sata bilir. Hə? Doğru, lap yaxşı, əla. Onda gedirik. Bir dəqiqə deyən Əjdər dayı, getdik də ora. Bizim firmanın bir adı olmayacaq, 3 nəfəri yaxın. Doğrudan ha. Qoy olsun adımız Şən. Şən niyə? Adə, Şirxan, Əjdər, Mahir. Pərvanə yanırdı hərdən, şəmdəki əriyir qəmdən. Gəl onu Əjdər dayı soruşma məndən. Şirxan, səndən bir şey xahiş eləmək olar. Əjdər dayı. Bu uşağı həkimə göstərəndə mütləq özünü də göstər. Başla bu. Əjdər dayı, mən ağıllıyam. Ağıllısan? Dur, tuşka baxma görüm. Gidək. Hələ sən də burada la. İndi mən bunu nə işə tutmuşam? Görməmişsən, hər rejissorun yanında sənin kimi adam durur. Bir dəqiqə dayanın. Bu dəqiqə mən ha burada öz rejissor qanunlarımı qoyacağım. Setdə bir adamın səsi gəlməsin. Telefonları özünə qoyursa o səssizə, kimin səsi gəlsə, onun kənəsini dağıdacağım. Günarə xanım. Bəli. Bu cinayətkardır? Yox. İşinin peşikarıdır. Bəli. Bir dəqiqə dayanın. Ha burada çəkiliş meydankasıdır. Ha burada maşınlar işləyir, ha burada aparatlar işləyir. Ha burada sənətsiz heç kim girə bilməz bir söz. Kimi özü ən həblə aşağısı C kateqoriyası olmalıdır. Kimdə yoxsa çıxsın bayra. Üzr istəyirəm. Məndə yoxdur. Səndə yoxdur da xahiş edirəm çıxın çölə. Ha burada bizim işimizə mane olmuyor. Sizə uğurlar. Ha sağ ol, sizə də uğurlar. Ha burada bir də milkə uçmalıdır öyle. Milkənin səsini eşitməlidir öyle. Vız vız ses olmalıdır öyle. Vız vız ha. Deməli ağa, mən ha bu klipi özümün təzə icad elədiyim kamera ilə çəkəcəm. Bir dəqiqə. Baxın, ha bu kamera. Ha bu kamera özəlliği ondadır ki, həm özü çəkir, həm də bu qayçı ilə üstündəki qayçı ilə kat verir. İndi o, ha bu klipdə ən yenilik də ha bu dırmıqdır. Bu dırmıq nəyə lazımdır? Mən gör kimlərlə işləyirəm, mən gör kimlərlə işləyirəm. Ha bu dırmığa uşaq da baxan kimi, uşaq o dəqiqə bilir ki, ha bu dırmığa bu nədir? Mikrofon. Ha mikrofon çəkirsən ha bu dırmığa, ha bu dırmığı da belə uzadırsan. Uzadırsan orada səs yazırsan, bildi o? Az Sevinç, az. Gül kələmlə baxıb sağ şey yazmışam, qulaq as gör nə deyir. Mən şanlım sevinci sevirəm, mən şanlım sevinci sevirəm. Bunu həmişə demişəm, indi də deyirəm. Mən şanlım sevinci sevirəm. Rakif deyə çəmənlikdə lalələr gül açdı. Onu görən Rakif qaçdı. Rakif ürəyini sana açdı. Mən şanlım sevinci sevirəm. Nə təyədir? Əla, çox gözəl. Bunlar nə yaşa gülürlər ay, ona da. Mən nə bilim niyə gülürlər. Mən ona dedim ki, bizim də sevincin işləməyindən xoşumuz gəlir. Yaxşı eləmişsən. Nə? Mən sən anağarım sana. Ava görə gülüşürlər. Gülməyən başıma, mənim başıma gül kələm tökülsün. Gör mən qədərdimi kimə açıram ya. Ələmdar. Ay Ələmdar. Gör nətər gülürlər ya. Sus! Hınlama, danışma. Stop talking. Aslan müəllim, Mən səninlə danışmıram. çox vacib məsələdir. Dedim ki, danışmıram. Danışırsınız axı Aslan müəllim. Sual verməsən, mən də danışmaram. Yaxşı, onda mesajla göndərərəm. Maraqlı olsa oxuyarsınız. Əfsanə ilə bağlıdır. Anam əfsanəni geri göndərir. Axı niyə ay anam, indi vaxtıydı. Anam əfsanəni geri göndərir.
Sən də gedirsən. İndi ona kim baxacaq, hə? Aslan müəllim, niyə narahat olursunuz? Hələlik bağçaya qoyarıq. Hə? Olmaz. Sənin də ayın tarixini soruşan yoxdur. Bağçaya. Şeytan, Aycan. o tülkü göz çeşkanı gördün? Əjdər dayı, o yaman tülkü maşını oxşayır. Sonra biz onu alıb satanmarıq. Şimdi bəs o ağ maşın necə idi? Əjdər dayı, sən heç maşın alıb satan deyilsən ki. O ağ maşın deyil, qara maşındır. O qədər vurub burasını, şpakulovkalayıb ağardıblar. Mənə bax, o bir satıcı vardı ya orada. Niyə o bizə deyirdi ki, hökumətsiz qaz 24'ü alın? Ay Əjdər dayı, bizi qazlamaq istəyirdi da. Kimi ya da Əjdəri? Ölmüş də Əjdər ha. Əjdəri qazlayan hələ dünyaya gəlməyib. Sən fikir verdin hələ göy-göz kösüyə oxşayan kişini? Deyirəm maşını neçəyə deyirsən? Deyir 6000 manata deyirəm, amma aşağı da verərəm. Kişi, əgər deyəcəyin qiyməti satmayacaqsansa, satacağın qiyməti dedər. Dedin də orada kişiyə, burada nə deyirsən ki? Siz burada olmayanda internet vasitəsilə sizə çoxlu sifarişlər gəldi. Oxu, gör nə sifariş gəlir. Oxuyuram, diqqətlə qulaq asın. Açığı mənə 0607 markalı maşın lazımdır, amma Almaniyadan yox, Rusiyadan. Əjdər dayı, Rusiyadan istəyirlər. Nə deyirsiniz? Yox, abala, yox. Biz belə xırda biznesə girişmirik. Yaz ki, Rusiyadan özün gətir. Biz ancaq Almaniyadan getiririk. Sonra Bir başda oxuyuram, diqqətlə qulaq asın. Yazıblar ki, ikinci gələn siz niyə gedib öz işinizlə məşğul olmursunuz? Nə deyir, hə? Ona deyir, sözüm var, gəlsin internet kluba Şirxan gözləyir səni. Yaz nömrəm ona, buna bir bax. İkinci gələn. Rejissor müəllim, olur mən oturum? Ya sen oturdun daha bu ne oldu? Deməli nə qaraq, indi başlayırıq. Mən motor deyən kimi başlayırıq. Motora nə deyirsiniz? Mühərrik. Mən mühərrik deyən kimi başlayırıq. Onda biraz tez deyin. Mühərrik! Belə tez olmasın. Onda hazırlaşın başlayırıq. 3, 4, mühərrik! У нас в Баку гости уважать надо. У нас в Баку гости уважать надо. У нас в Баку гости уважать надо. У нас в Баku gosти уважать надо. Həm adı, həm də özü qəşəkdir. Başına vurduğu bir dənə çənəkdir. Bu böyük kişi özü bir pələngdir. Pələng sürür həmişə samaqatla da. У нас в Баку gosти уважать надо. У нас в Баку гости уважать надо. У нас в Баку gosти уважать надо. Bu sözlə bax hamısı yaman gülüblər. Mənim kimi sözdəyəni seviblər. Əllərində yazı yazıb gəliblər. Qəşəng xanım yekdi plakatla da. Qəşəng xanım yekdi plakatla da. У нас в Баку gosти уважать надо. У нас в Баку gosти уважать надо. Onlara beya, hareket ediyordu, en nasıl beya, neşe belenci, olmayanlar. Diyelim Jennifer Lopez'i oxumağa başlayan kimi boşanıb. Ay, Ələmdar, ayağım boş bırak. Sən mənim təzə yazdığım şeirin adını bilirsən, hə? Gönlən gözəl adı var ya, deyil. Qarlı şaxtalı bir qış gecəsində hamıdan səssiz, sakit, uzaqda heç kimə mane olmayan, kasıb olsa da qəlbi qürurlu olan qızın şeiri. Yəni gönlən gözəl adı var, hə? Xalqın qızına sənin nə işin var? Gör alimlər nə yazır ya? Alimlər yazır ki, arvadlar işləyəndən sonra kişiləri bəyənmirlər. Xüsusilə potabaşları. Vay sən nədən söhbət baxım görüm ha? Bura verirsən mənim qəzetimi. Sən mənə inanmırsan. Uzağa getməyək. Elə o Titanic filmi var ya. Orada oğlan qıza qayıdıb deyir ki, you don't work. Qız deyir, I want. You don't work. I want. Nə? Ay yəni ki, oğlan deyir ki, sən işləməyəsən. Qız deyir, işləyəcəm. Deyir, işləməyəsən. Qız deyir, işləyəcəm. Dədəm icazə verir. Bəssi, muma bişirlər, vabi təpib, davaşırlar. Sonra oğlan görür, əsəbləşir bu. Əsəbləşir, beləncik özün atır isti Xəzər dəniz okyanının sakit yerinə. Qabaqla qaynayır, ölür. Ələmdar, sən nə danışsan, ha? Boy, amma hələ uzağa nəşə gedək. Mənim qonşum var, Şoşe. Şoşun bir arvadı var, Səkinə.
Deməli bu əvvəl idarədə mavin idi. Sonra nətər olsa bu oldu midir. Midir olandan sonra Səkinə Şoşunu çağırdı ki, Şoşu, bura gəl ha. Mən sənə bax, bugündən sonra deyirəm ki, yeməği sən pişirəsən. İndi bir gün yeməği pişirir Şoşu, bir gün Səkinə, bir gün Səkinə, bir gün Şoşu. Təsəvvür edir ki, Rako, əlində çömçə, ağa balayırsan, ağa kimi deyər, Mən əlimdə çömçə, belə döyüğa bulundu ama. Əlim doğru. Bəlkə mən də sevinci qoymayayım işləməyə. Nə danışsan? Mən sən heç də deməmişəm, sən heç də eşitməmişsən. Sonra deyərsən ki, əlamlar mənim beynimi doldurdu. Mənim nəyimə lazımdır? İstəyirsən de, istəyirsən demə. Deyirsən de, demirsən demə, demirsən de, deyirsən demə. Amma desin məsləhət. Əlam doğru. Bu da razı olmadı. Nətər ya? Necə razı olmadı? Sən kişi deyirsən, Rako, Rakolya, Rakopus, belə, deyirsən, işləməyəsən, gördün söz və qulaq asmır, əli vırsala. İşləməyəsən, beləncik, xoddan, belə. Aslan, nişan necə keçdi? Yaxşı da Fərhad. Yadıma salmadı. Deyəsən qonaqlar razı qalmışdılar. Orası elədir, əlbəttə, qalarlar. Niyə də yox? Əsasən də deyəsən bir nəfər. Böyük kişini deyirsən, bilirəm, əlbəttə qalar. Niyə qalmasın? Yaxşı da Aslan. Böyük kişini demirəm. Mətanətin iş yoldaşını deyirəm. Mətanətin iş yoldaşı? O da gəlmişdi. O qəhvəyi saçlı qızı deyirsən. Əvvəla mən Mətanətin iş yoldaşı dedim. Qəhvəyi saç qız demədim. Bir də o qızın saçının rəngi sənin yadında nə yaxşı qalıb? Yox, burada nə var ki, sadəcə bu... Dişi, mənə gəlsən sən. Yaxşı da, bilirəm o qızdan xoşun gəlir. Sən nə varsan, Fərhad? Mənim problemim başımdan aşır. Nə problemin var sən? Necə yəni nə problem? Bu deyil, bugün sabah anam qızım əfsanəmi göndərəcək evə. İşin bu ağır vaxtında ona kim baxacaq, Şəfiqə? Ay, baxdı ya, verdi, böyük kişiyə çıxdı, getdi. Sən evlənənə kimi uşağı da qoyarıq baxçıya. Mənim uşağım baxçada olmuyor. Nə olsun? Qoyarıq olar. Uşaqdır, gedər baxçıya, biraz da alışar. Mən neyniyənə kimi? Evlənənə kimi, Aslan. Şahin, abala, Şahin! Abala bir dil boğaza qoy da, olsa biri burada var, nəfəs almadan danışır, imkan vermir. Sən heç olmasa bir səbirlə, mən də bir kəlmə deyim də. Mən sənə maşın satmıram. Necə niyə? Satmıram da. Abala istəmirəm sənin maşını satmaq. Əl çək mənim yaxamdan. İşə düşməmişəm sən öləsən. İstəmə də, xəstədir da o. Görmürsən. Bəli. Düz zəngiləmişsiniz. Bəli, şəhərin bir nömrəli maşın satan Əjdərlə danışırsınız. Buyurun, eşidirəm. Necə maşın? Yox, abala, biz elə maşın satmırıq. Sağ ol. Nə deyir Əjdər dayı? Gizləyir də. Deyir, siz elə maşın satırsınız ki, yolda yol polisi onu saxlamasın. Gizləyir. Alo? Bəli, var. Bir dəqiqə. Çeşka 2,5 motor. Var. Yeşka 3 motor. O da var. Y-Class 1,6 motor. Var. Var. Ne? Pataların bir patlarına bak. Mənə doluyur burada. O da sən neyirsən? O şu xarab olub. Niyə müştərin ilə danışırsan? Neyini Əjdər dayı? Görmürsən mənə nə deyir? Nə deyir? Deyir ki, motor sat bizə, qalan da qalsın sizə. Alo, bəli, salam, eşidirəm. Sizinlə danışmağıma şad oldum, məmnun oldum, sevindim, gürülü sürüldüm, fəxri su keçirdim. Ümumiyyətlə bizim şirkətimizdə avtomobil şirkətində maşınlar, KAMAZ, traktor, avtobus, bəli. Alo. Nə oldu? Gəlin, xəttəş.
Dəstəyi yerə qoydu. Şirxan, axırıncı dəfə sənə xəbərdarlıq edirəm. Sən öləsən, əgər bir də bu mahir telefona cavab versə məndən incimə. Niyə görmürsən? Tardı. Oğlum, bir nəfəs al, bir səbirli ol. Abala qoy bu zəng eləyən bu bədbaxt müştəri də bir kəlmə danışsın da. Sakit olun görüm. Bəli. Bəli, mənəm eşidirəm, buyurun. Necə? Oldu. Gəlib baxarıq. Mütləq. Oldu. Sağ ol. Səhərdə nə oldu? Dur. Deyir, əla bir maşın var. Dur, gedək baxalım. У нас Baku gosti uvajat nada, у нас Baku gosti uvajat nada. Telefon işlədirəm, sən də cinimsən. Abucu mənim göyərçinimsən. Mən müdürəm, sən də pomoşnikimsən. Mən müdürəm, iş və atviçat nada. У нас Baku gosti uvajat nada, у нас Baku gosti uvajat nada. У нас Baku gosti uvajat nada, у нас Baku gosti uvajat nada. Jilin takoy git nada asparojna. Səni vurum zaxadi kalpalovna. Я знаю по-русски как положено. Еще тебе много читать надо. У нас Baku gosti uvajat nada. Kat! Çəkildi. Vəssalam. Abi meyxanada burada heç kimlə inciməsin. Bildiniz? Biz qardaşıq, məndən incimədiniz ki. Hər şey əla. Onlar çətri salım aşağı. Ürəyim çəkildi, Elov. Nətəri? Ürəyin çəkildi. Ha buna baxın, məndən xəbərsiz ha? Əvvəl mən demişdim ki, ha burada məndən xəbərsiz heç kim çəkilməsin da. Onsuz da o montajda çıxardacağım mən. Burada bir dəqiqə. Mən demişdim ki, ha bu çəkiliş meydançasında heç kim danışmasın. Demişdim o. Onda xahiş eləyirəm, çəkiliş meydançası, ha bu seti tərk eləyin. Nə məniysən deyirəm, tərk elədi mən, tərk elə da. De bax, nə qarıq. Ha bu internete yükləyəcəm, orada heç bir problem yoxdur. O problemə nə deyirsiniz? Problem elə problemdir də. Ha, əgər problem sözündə problem yoxdursa, deməli heç bir problem yoxdur. Sevinç, canım sənlə bəs gəp eləyəkdən ha? Buyur, eşidirəm. Sevinç, sən qızdan işləməyə nətər baxsan? Başa düşmədim. Yəni, çox işləysən, ana ürəyim ağrıyır. Gör necə təmiz ürəyi var. Çox heyif. Kaş getməzdim, boz. Sən də belə olardın. Dinləndin, heç saat demədin. Yox, mən işləməyə yaxşı baxıram. İnanıram ki, işləyəcəm. Rakif deyək, işləməyəcəksən. Şeir deyirsən? Yox, işləməyəcəksən. Niyə işləmirəm? Titaniklər o kinoya görə, Titanika görə. Başa düşmədim. Anlatayı başa düşmədin. Mən deyəm işləməyəcəksən, deməli işləməyəsən. Evdaxın söz kişi deməlidir. O da qızın dediyinə başda canım deməlidir. Biz əl evlənməmişik. Sən mənim işimə qarışa bilməzsən. Ələmdar. Kaş bu son yerinə sən təpən olardı, Ələmdar. Təpən olardı. Sən ölümün gəlib. Sən ölmək istəyirsən. Niyə mənim əlimdə ölmək istəyirsən? Sən ölümün gəlib. Niyə məni qızışırsan, get sevinsən denən ki, mən ona deyim işləməsin, ha? Sakit. Rako. Rakolya. Sakitləş. Ot aşağı. Panik. Bəssi. Sakit. Ot aşağı. Ağadım. Sakitləşəm onu. Qoy sana bir kəllə qoy. Bir şirinə qoy. Bir təpik qoy. Nəsə buldum da səni buldum, ürəyim sakitləşsin. Nə olur Ələmdar? Rakolya. Rakopus otu. Rako. Vaptağa. Sakitləş. Ay sağ ol. Rakip yaxşı oğlandı. Sakit. Rako, mən sənin üçün boks kisəsiyəm, sən mən şillə təpik yumruq vurasan. Mən səni bir oturaq sakit söhbət eləyək. Özdəki yadından çıxartma ki, rəhmətlik Bruce-ni də o da mənim kimi arıq olub.
Yəni o söhbətə dəxli yoxdur. Yəni o Bruce Lee, mən Ələmdar. Lee Bruce, dar ələm. Gül kələm ya da qələm. Yazaq hekayə, Rako, Ələmdar belə. Ələmdar? Hə, heç olmasa qulağının dibinə bir şapalaq qoyum, nə olar? Titanik, bəssi, mən yox. Abtağa, va. Ayağımda heç olmasa bir sahibə yumruq qoyum da, ha? Olar. Sahib! Ay sahib! Qadan abidən yaxınlaş. Gedim Ələmdar. Get. Qadan qala. Və gedirəm ha. Bayaq da dedin, get, sonra xoşuna gəlmədi. Ay, nə danışsan, əla bedahat. Elə, gedirəm. Titanik, bəssi. Qadan qalaram. Get. Titanik filmi. Get, sən gül kələm alacam, get. İnanmırsan? Aslanla Fərhad çoxdan tanışdılar. Amma əslində Aslan elə yaxşı insandır. Lap yaxşı. Yəni nişanlanmaqlarına icazə verməməsi Şəfiqəni çox istəməyinə görədir. Başqa heç nə. Hə. Bildim də Mətənət. Səhərdən elə Aslandan danışırsan. Söz düşmüşkən danışdım da. Burada nə var ki? Söz düşməsə də danışırsan. Amma yaxşı insandır. Hara hazırlaşırsan ay qız? Axşam bir yerə getməliyəm. Sonra sənə sürprizim var. Oğlanla görüşəcəksən? Yox ay qız, nə oğlan? Onda lap əla. Gecələr edirlər avtoxiliqanlıq. Bir qaran ol yetdi, bir ağın ol yetdi, bir qaran ol yetdi, bir ağın ol yetdi. Beredok 12 barmaq qara pərdə, abır qalmayıbdı qara təkərdə. Dolaşırlar gecə gündüz şəhərdə, biri qaran ol yetdi, biri ağın ol yetdi. Salam belədir ki, nətərsən oğlum? Çox sağ olun, Ağsaqqal, siz necəsiniz? Sağ ol, valla yaxşıyam. Yaxşı mənə bax. Sən nə edirdin orada? Heç Ağsaqqal, naşərafla təkərləri qaraldı. Ağaş, bu maşının nə özəlliyi var belə? Xüsusiyyətlərindən danışa bilərsən bizə? Bu maşının əsas xüsusiyyəti odur ki, şəhərdə çox sürülmür. Dəmir içi. O da ki, müəllim maşını olur bir, evdən işə, işdən evə. Əsas odur ki, avtoş maşını olmur. Hə, əsas olur. Yaxşı, oğlum, sən mənə görün bunun problemləri nədir? Problem deyəndə ki, Ağsaqqal. Bir dənə nakladqalar dəyişilməlidir, palıtqalar dəyişilməlidir, təkərlərin şporları deyilir. Onlar dəyişilməlidir, bir də kiremini. Əssalam. Ağaş, nə oldu? Ondan sonra gelib təzən ol 7 alarım. Başqa nə problemləri var, başqa? Hə. Bir də bunun əsas problemindən biri odur ki, bu yağı benzindən çox işlədir. Gərək sürəndə bir əlində yağ olsun. Aydın da var, aydın. Mənə bax Şirxan. Bu maşını mənim gözüm tutub. Demək bu maşını mən alıb sata bilərəm. Amma bunda bir-ikiden dəyişiklik eləmək lazım. Neymiş? Demək sən belə eləyirsən. Bunun qabağının 12 barmaq qaldırırsan. Arxasını kəsirsən. Arxa şüşəsinə pərdə çəkirsən. Sonra basadikləri qoyursan. Sonra bu qabaq faralara ksenon işıqlarını bağlayırsan. Sonra da ki, sonra bütün təkərlərinə əlavə işıqlar bağlayırsan. O nə lazımdır, Əjdər dayı? Adaş, o da sən o lazımdır. Sən məndən çox biləcəksən. Şəhərin bir nömrəli maşını alıb satanı mənəm yoxsan. Mən nə deyirəm onu elə. Bana təsəvvür elə də, təsəvvür elə ki, axşam qaranlıqda bunu şəhərdə sürürsən. Sürürəm. Bütün təkərlərdə işıqlar yanır. Qabaq faralar yanır. Arxalar yanır. Oturmuşsan, musiqiyə xod vermisən. Bir əlini çıxartmışsan pəncərədən çölə. Gözündə də qar açqı. Sürürsən özü üçün. Kənardan baxanlar nə deyirlər? Deyirlər o da, bəh, bu maşın dögürə, ceyrandır, ceyran. Əjdər dayı, maşında da ki, mahnıya xod verirsən, Pırapqanı yara nolu 7-də, qaqaş hara gedirsən, belə nolu 7-də. Yaxşı, elə Firuzun yeri məlum. Əjdər dayı, sən ki bunu belə tərif elədin, bəlkə mənə alıb satarsan, ha? Bələ, sarsak danışma inan. Bu maşın bizlik deyil. Alıb satır o.